Herkese salam. Şifrelerden indi belə bir suala baxaq. Yurt verilib, qarşısına tövr söz verilib. Yəni bu deməkdir ki, yurdun şifrəsi tövrdür. Birinci hərf, birinci rəqəmə, birinci hərfə belə deyək. Yəni y, t-ya bərabərdir, o, ö-yə bərabərdir, r, v-ya, d-da, r-ya bu qaydadan. İndi baxırıq ki, qarşısındakı şifrə nəyə bərabərdir? Burada bir şey diqqət edin. Baxın, r, v-ya bərabərdir, r, v-ya bərabərdir. O deməkdir ki, r da v-ya bərabərdir. Görürsünüz, burada d da r-ya bərabərdir. Yəni r v-dırsa v da r olmalı deyə bir şey yoxdur. Şifrədir bu. Şifrələ hərf eyni olmur heç vaxt. Yəni keçirib bahar sözü soruşur. B-ni bilmirəm. Buraya yazıram bir nöqtə. A-nı bilmirəm, nöqtə. H bilmirəm, A bilmirəm. R-nı bilirəm, artıq r v-ya bərabərdirsə sonu v-la bitməlidir. Buna görə biz onsuz da bütün variantları seçib cavab Y variantını götürə bilirik. Sadəcə əgər bu ipucu verilmir və yaxud da əlavə sonda neçə dənə v varsa, onda nə edirik? Məsələn, u hərfi ö-yə bərabərdirsə, biz variantlardan A-nı silirik ki, o ö-yə bərabərdirsə, baharda u yoxsa ö olmamalıdır. Bu qaydadan bir-bir bütün sözlərə baxa bilərsiniz. Məsələn, y t-ya bərabərdir, yenə bahar sözündə y hərfi yoxsa, t şifrəsi olmamalıdır deyə variantı gedir. Bu qaydadan baxa bilirsiniz. Və yenə sualın sonunda başqa bir test paylaşacağım. Həllin yorumlara yazarsınız.